Qırıldı ucu. Ay. Yapışqan oldu. Yandırıcı effekti var, düz deyir. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Biraz nasazam, yəni xəstəyəm. Yəni gördüyünüz kimi kravatımın üstünü belə yığmamışam. Sizə tez video çəkmək istədim. Daha sonra isə yatacağam təzədən yerimə. Bu günləri videomuzun əsas mövzusu Shein-dən, Amerikadan Shiglam məhsulları almışam. Mənim Shiglam məhsullarım heç vaxt olmayıb, amma həmişə almaq istirdim. Burada bir-iki dənə mağazada gördüm, orijinallığına şübhə elədim, ona görə almadım. Amma bəlkə başqa yerlərdə varsa mən bilmirəmsə, zəhmət olmasa kommentlərdə yazıb mənə bildirərsiniz. Shein-dən, Amerikadan Azərbaycana Expargo Kargo şirkətindən gətirmişəm. Reklam falan yoxdur, özünüz bilirsiniz. Səsimə görə üzürlü sayın, tipimə görə də üzürlü sayın. Keçək əsas mövzumuza, yəni videomuza. Dəhşət çox şeylər almışam. Əvvəl onu deyim ki, qutuları çox şirindir, hədsiz dərəcədə şirindir, baxın. Mən də həmişə trend bitəndən sonra trend olan məhsulları almağı xoşlayıram. Bu da o trend olanlardan biridir, göstərim sizə. Baxın. Keçən səfər bir dənə xanım kommentdə yazmışdı ki, Azərbaycan dilində danış, başa düşmürəm. Ona görə Azərbaycan dilində danışıram, bacardığım qədər. Bu ənlikdir, bu şəkildə pufu var. İçi də bu şəkildədir. Nömrəsi Love Cake-dir. Bunu bu şəkildə toxundurursunuz. Bunun üçün ayrıca video çəkəcəm bu arada, makyaj videosu çəkəcəm. Hamısını bir-bir üzümüzdə sınayarıq. Amma hal-hazırda əlimdə göstərmək istəyirəm. Yəni bir pıt vurduq və dəhşət dərəcədə pigmentlidir. Yağlı və sulu bir tərkibi var, amma ki yapışqan deyil, gördüyünüz kimi. Vuran kimi sabitlənir. Yapışqanlığı yoxdur və pigmenti çox yaxşıdır. Bunu bəyəndim. Bu arada Shein-dən sifariş eləyəndə baxın məhsulların orijinallığı, yəni mağazanın özü olsun. Shiglam-ın da öz mağazası, Yves Saint Laurent-ın da öz mağazası olsun. Onda həqiqətən %100 orijinal olduğunu bilirsiniz. Mən hamısının kağızını üzərindən mən sökmüşəm, yəni belə gəlməyib. Video tez-tez çəkə bilim deyə kağızlarını söktüm ki, belə göstərə bilim. Bu da bronzerıdır. Bunun da rəngi Golden Sun. Bu da eyni onun kimidir. İçi sadəcə bunun rəngi isti alt tonludur deyəsən. Mən də soyuq alt ton xoşlayıram. Bunu da göstərim buradan. Baxın. Bu biraz isti alt tonludur. Mən biraz soyuq alt tonu xoşum. Bu arada pigmenti çox deyil. Bu kolleksiyalarından idi. Belə bir kolleksiya çıxartmışlar. Yadınızdadır, qoloqramalı. Rəngi Sequins yazılıb. Bu çox qəşəng deyil, çox gözəldir. Bu glossdur. Amma necə bir glossdur? Köpük bir glossdur və mat bitişli bir glossdur. Sadəcə bunu mən almaq səbəbimi deyəcəm indi sizə. Bunun içində görə bilirsiniz belə zərlər var və əməlli başlı yəni zərlər var da. Biri var ki parlaq, bitişli, biri var highlighter kimi, yəni su görünümü də daha parlaq görünüm. Bir də var ki içində qoloqramalı zərlər var. Nə qədər görə bilirsiniz? Mən bilmirəm, amma həyatda çox görünür də, çox görünür. Yəni çox qəşəngdir. Daha sonra belə bir çox şirin qablaşdırmaları var Shiglam-ın. Bu arada Shiglam-ı almaq səbəbindən biri də odur ki, bilirsiniz ki Beulis markası, Beulis fan markası özünü Shiglam-a oxşadır, bildiyiniz özünü Shiglam-a oxşadır və Shiglam-ın məhsullarının qablaşdırmalarını, bir də NYX-in qablaşdırmalarının eynisini çıxartmağa başlayıb son zamanlarda. Mən də Beulis məhsullarını bu yaxınlarda almışdım. Buralara bir yerə yerləşdirərəm, baxarsınız. Bunların qablaşdırması və pigmentlərini Shiglam-a çox oxşatdığım üçün Shiglam məhsullarını da aldım. Bundan sonra bir video çəkəcəm. Üzümü yarı böləcəm. Bir tərəfə Beulis, bir tərəfə Shiglam. Doğrudan da bir-birlərindən eynidirlərmi və qiymətlərinə görə də hansı daha yaxşıdır, almağa dəyərmi? Tövsiyələrimə də bir yerdə baxarıq. Üzümüzdə də göstərərəm, görərik. Xahiş edirəm tipimə fikir verməyin. Əl-üzümü yuyub oturmuşam da yəni. Üzr istəyirəm sizdən. Gedin oradan bir komment yazın. Allah şəfa versin, zat yazın da. Xahiş edirəm. Girirəm ki 1910-dur abunəm. Sonra səhər girirəm görürəm 1909-a düşüb. Axşam baxıram 1908-ə düşüb. Artmaqdan azalır. Bu niyə belə olur ki? Bu arada bura yerləşdirəcəm. Abunə olanların sayı daha azdır. Yəni izləyənlər içində, abunə olmayanlar daha çoxdur. 94% abunə olmayan izləyici var. Baxıb videonu keçən. Bu mənim qəlbimi qırır. Bu arada arxamda parfüm kolleksiyam var. İstəsəz sizə parfüm kolleksiyamı da çəkə bilərəm. Bu bir primerdir. Primer makyaj bazası deyək də, makyaj bazasıdır və köpük formdadır. Mən bunu əlimin üstə sizin üçün yoxlayacağam. Siz də baxın, bir yerdə baxaq. Oba. Çoxdur ya bu. Qablaşdırması balacadır. Demək ki bu bir köpük vursaq buna bir köpüklük məhsuldur. Bir dənə vursaq deməli bu bütün üzümüzə bəs eləyəcək belə çıxır ki. Belə bir bazanı yatıb durub necə icad ediblər ki, bu günləri köpük formada baza çıxardaq. Bu arada bir dənə sərin, bir dənə iyi yoxdur, amma bir dənə sərinlik verdi əlimə. İndi üzümdə necə olacaq kim bilir. Kondisioner effektidir yüksək ehtimalla və bu tip məhsullar bilirsiniz də makyajı çox yaxşı göstərir. Parlaq göstərir.
Baxın. Yapışqanlığı yoxdur demək olar ki, sadəcə nəmləndirmə effekti var. Biraz belə eləyək, bəlkə yapışqanlığı gələr özünə. Bir dəqiqə. Yapışqanlığı gəldi. Gəldi. Quruyanda gəlirmiş demək ki. Demək ki, bu məhsulu üzümüzə istifadə edəndən sonra 1-2 dəqiqə, yapışqan oldu. 2 dəqiqə gözləmək lazımdır ki, bu qurusun. Əməlli başlı yapışqandır, görə bilirsiniz, baxın. Şeyindən bir də belə zakolka deyim, nə deyim, Azərbaycan dilində bilmirəm nədir. Zakolka bilirəm mən. Yapışqandır. Amma çox yapışqanlığı yoxdur. Yəni bunu saxlamadı. Normalda mən Maybelline makiyaj bazasına bunu vuran kimi anında yapışır. Bu belə çox da tutmadı. Yəni çox yapışqan deyil, onu deyim sizə. Bunu saçımıza vuraq da çıxartmışkən. İstəsəz sizin üçün bir video çəkərəm. Şeyində necə endirim qazanmaq olar? Çünki şeyində hədsiz çox endirim qazanmaq olur. Temudan daha çox. Onu da çəkə bilərəm sizə. Yəni bunu da oradan almışdım. 2 dollar idi. Mən bunu 30 sentə almışam. Yəni 2-3 dənə endirim istifadə eləmişəm bu arada. Bu çox qəşəng qablaşdırmadadır. Əlimdə hələ də şirəlik var, amma çox yapışqanlıq hissi vermir. Yəni makiyajı tam üzünüzdə istədiyiniz kimi tutmayacaq. Amma görünüşü, istifadəsi, fərahlığı çox yaxşıdır. Yəni istifadə eləyərəmmi? Eləyərəm bəzən, amma çox istifadə eləmərəm. Şirin bir məhsuldur. Yəni olsa da olar, olmasa da olar. Çox da bəyənmədim. Və bunları çıxartmışkən bunu da saçıma vurmaq istəyirəm. Bura. Necə oldu? Yazın da xahiş edirəm. Bugünlər mənim həqiqətən ehtiyacım var belə şeyləri eşitməyə. Özümü yaxşı hiss eləmirəm. Deməli bu mənim ən çox marağımda olan və bütün hər kəsin Advent kalendarında, Advent kalendar. Nəysə də başa düşdü. Advent təqvimi. Qutuları o qədər şirindir ki, Biscuit Babe. Yəni çox gözəldir. Buna baxın. Orada qızlar açırdı, həmişə görürdüm və deyirdim ki, mən də bundan almaq istəyirəm. Advent kalendar almaq fikrim olmayıb. Yəni həvəsində olmamışam. Düzü, nə yalan deyim. Belə məhsulları özüm ayrıca almağı daha çox xoşlayırdım. Ona görə də bunu elə ayrıca almağı fikirləşirdim. Ayrıca da aldım gördüyünüz kimi məhsullarını. Mənə görə o pul tələsidir. Çünki orada məsəl üçün 3 dənə məhsul çıxır, amma balaca və böyük məhsulun qiymətini. Ondan sonra gəlib 3 dənə elə böyük məhsul alaram, o kalendarı alıb göstərməkdənsə. Göstəriş. Baxın belə də gördünüz mü necə çıxartdım? Buradan belə eləyirəm. Hop. Ay burasına baxın, nə gözəldir plastik. Çox şirindir. Bunu belə batırırıq buna. Bu dodağımıza çəkirik. Baxın. Məncə çox qəşəngdir və qəşəng dadı var. Parlaq bitişli deyil, mat bitişlidir. Mən az istifadə elədim, çünki xəstəyəm. Yəni yalandan üzümü gözümü bəzəməyi istəmirəm. Ona görə bir damcı çəkdim. Məncə çox qəşəng görünür. Mən özdə mat məhsullar çox istifadə eləməyi sevmirəm. Daha çox parlaq, gözəl belə. Amma ki bunu istifadə elədim, çox bəyəndim bu arada. İşığım gedir. Davam eləyək, tez-tez çəkək. Sırada Shiglamin bu tuju var. Bu qara rəngidir. Ultra həcm verir. Qablaşdırması yenə hər zamanki kimi çox mükəmməl. Çox qəşəngdir qablaşdırmalar. Vallahi billahi bu marketinq tələsidir. İnsanlara qablaşdırmasına görə aldırırlar bunu. Bu arada plastik fırçadır və bığlı göründü belə. Bilirəm ki, hamınız L'Oreal Parisin teleskopik tujunu çox bəyənirsiniz. Başlığına görə əsasən də. Çünki kipriklər dənə-dənə ayırır, uzadır, qıvırır. Eyni zamanda da çox uzun müddət yuxarıda saxlayır kiprikləri. Bu yəni hamımızın etiraf edəcəyi bir şeydir. Bu da o tip fırçadandır. İndi necə olacaq onu gələn videomuzda istifadə edərək görəcəyik. Barmağımda belə bir şey var və yanımda pambıq yoxdur deyə. Knologiya. Lip liner duo set. Yəni pomada həm karandaş. İkili setdir belə. Moody Tube rəngi. Ikonun duo lipi kimi belə bir şeydir. Duo lipa. Nəysə. Soyuq zarafatda. Karandaşı çox belə qəşəng hiss elətdirir əldə, qablaşdırmaz. Ucunu çox açmıram, bu tip məhsullar qırıla bilir çünki. Qırıldı ucu. Mən bunu bilirəm niyə almışam. Mən bu ucu yağlı bu tip karandaşları çox sevirəm və rəngi tam mənim istədiyim dodaq karandaşı rəngidir. Bir də ki bunlar açılıb bağlanan karandaşlardır. Məni çox xoşbəxt eləyir. Dediyim kimi bu tərəfi matdır. İstəsəz mat istifadə edə bilərsiniz. Əlimin üzərində yoxlayıram. İstəsəz üzərinə gloss çəkə bilərsiniz. Mən indi glossunu istifadə eləmirəm. Rəngini sizə göstərəcəm sadəcə. Baxın, bu rəngdir. Karandaşından elə super bir dodaq kombosu ola bilər bu arada. Bunu da birlikdə yoxlayarıq. Barmağımda qalanı da elə belə bura sürtdüm. Sadəcə barmağımda qalmışdı. Onun belə rəngini çox bəyəndim. Daha az istifadə eləsəz bu tip olacaq. Glossunu da yoxlamağa ehtiyac varmı bilmirəm, amma sizin üçün yoxlayaram təbii ki. Amma məncə yoxlamağa ehtiyac yoxdur. Yəni sadə şəffaf glossdur.
Gördünüz? Bu tip məhsullarda zəhləm gedir nədən? Ya bu çəkdim, üzərinə bunu çəkəndə bunun fırçası oldu bu rəng. Nə anladın yurda gül? Nə məna? Ona görə xoşlamıram. Bilirsiniz ki, o biri videolarımda demişdim, buralarda var bəlkə də yoxdur, bəlkə də profilə girib baxmalısınız. Demişdim ki sizə ki, makiyaj məhsullarını təmiz istifadə eləyənlərdənəm. Sırada var. Ay bu da çox qəşəngdir. Bunu da çox bəyənirəm. Makaron rəngidir. Ay bunun qablaşdırmasına baxın. Ay mən ölürəm də belə şeylərdən ötürü. İstifadə eləməsəm də bu mənim makiyaj məhsullarımın yanında qalsın da sadəcə olar elə. Baxın, pamadasıdır və bu parlaq bitişli pomadadır bu arada. Qırıldı ucu. Oh my god. İndi açmışdım. Kimin gözündə idi? Xahiş edirəm bir yazın kimin gözündə idi? Normal qiymətlisi idi və məni həqiqətən üzdü. Tik. Neysə, pomadasının rəngidir. Bu da karandaşının rəngidir. Yenə deyirəm, çox gözəl lip combo eləmək olar. Bunu da barmağımızdan yayaq bura. Ay. Bunlarla bir makiyaj gəlməsinmi? Sınamaq makiyajı gəlməsinmi? Gəlsin. Məni sevirsinizsə komment gəlməsinmi? Gəlsin. Bir like gəlməsinmi? Bir abunə artıq olmasınmı? Bir yerdə böyüməyəkmi? Buna baxın. Aldım axır ki. Çünki niyə də olmasın. Hər kəsin var, mənim də olsun. Bunu həmişə həqiqətən çox maraqlı gəlirdi mənə. Bu indi yoxlamayacağam bunu. Amma bundan sonraki videoda 100% yoxlayacağım bir məhsuldur. Belə bir fırçası var. Mən bu tip fırçaları çox bəyənirəm. Gözünüzə pigmentli bir zərli məhsullar otuzduranda, barmaqla otuzdururuq yerinə. Onu bununla otuzduranda çox yaxşı olur. Yoxlamağınızı məsləhət görürəm. Bu tərəfi də pomadanı çəkmək üçündür. Kontur pomadası var. Onu da yoxlayaq. İnşallah ucu qırılmaz. Çox pis olaram da yəni. Bu karandaşların hissiyatı çox qəşəngdir. Görürsüz bunu? Gördünüz məncə. Clay formasında. Balacaymış. Mən bunu daha böyük gözləyirdim. Clay formasında glossu. Yəni bildiyiniz claydir. Amma glossdur həm də. Bu kiçik pigmentdir. Axdı töküldü. Əyə bilmirəm tökülür. Çox qəşəng rəngini seçmişəm. Rəngini də deyim sizə, istəyirsiniz. Lazım olar. Debutantedir rəngi. Əgər bu videomu normalni izləsəz, izlənsə artıq 1000 izlənmə görsək artıq. Keçək makiyaj videoları çəkməyə də, qəşəng şeylər çəkməyi planlayıram. Həvəsimi öldürürsüz. Qəşəng video çəkmək istəyirəm. Həvəsimi öldürməyin də, öldürməyin ki, qəşəng şeylər çəkək. Qəşəng şeylər çəkək də, həvəsim qırılır. Shiglam Hair'dan almışam bunu. Shiglamın özündən almamışam. Antiperspirant oxşuyur. Çox qəşəngdir məncə, baxın. Bunu açırıq. Burada şəffaf bir şey var. Bu da altdan bu şəkildə açılıb bağlanılır. Görə nə qədər məhsul var içində? $5 idi, yoxsa $6 idi? Yəni var, açdıqca açaram da, yəni xeyli var içində. Saç vaksı da yoxlayarıq. Məndə saç vaksı var idi. Sadəcə palçıq kimi qalır saçda. Nə edirsən elə oturmur. Rossmanndan almışdım. Ona görə də Shiglam kimi yoxlayaq. Qaş sabitləyici. Qaş sabitləyicisidir. Çox belə mat buz. Şotkası nə qəribədir. Fırçasına baxın. Bir dəqiqə. Fırçasına baxın. Görünür oradan, baxanda. Çox qəribədir, baxın. Burası belə daraq kimidir. Burası da bayaqki tujun ağzı kimidir. Heç bu tip yoxlamamışam. Amma yumuşaqdır. Nəysə, bunu da yoxlayarıq digər videomuzda. Bitərmi? Bitməz. Shiglam'in qutusu super, təbii ki. Nədir bu? Lip glossdur, boost verən, yəni dodaq şişirdən, parlaqlıq verən bir lip glossudur, amma buna baxmalısınız. Şpris formasında ağzı dəmirli, təbii ki dəmirli ağızlar bilirsiniz ki, dodağı daha yaxşı göstərir və ona yumşaqlıq verir. Ona görə ucu dəmirli məhsulları çox bəyənirəm, dodaq məhsullarını. Kreminin də, Krimkonun da belə ucu dəmirli məhsulları var. Qiymətləri çox sərfəlidir və yoxlamağınızı tövsiyə edirəm. Çox qəşəngdir çünki. Burada şey var, bunu belə çeviririk, otuzdururuq bura sonra. Yəni boş-boşuna sıxılmasın. Tamam, getdik. Ay baxın. Ay gəlin yoxlayaq əlimizin üstündə. Yandırıcı effekti var, düz deyir. Sephora'nın glossları kimidir? Parlaqlıq verən, yandıran, yəni az yandıran da, çox yox. Parlaqlıq verən, hətta bundan içinə biraz highlighter atıb dodaqda istifadə eləmək olar, yanaqda da istifadə eləmək olar. Qablaşdırması da çox qəşəngdir. Mənim zəhləm gedir, Əliyə. Belə şeylər eləyənlərdə. Sıradakı məhsulumuz, görürsünüz, qarpızlı makiyaj bazasıdır. Görünüşü də çox gözəldir. Çox bəyəndim görünüşünü. Dedim ki, yoxlayaq bir yerdə bacikolarımla.
Çox şirindir, parfüm qutusuna oxşuyur. İndi bunu yoxlayacağıq, görək. Həqiqətən də verdiyi vəd odur ki, üzdə həqiqətən yapışqanlıq saxlayır. Yəni nə istəyirsiniz yapışdırın, qalır. Makiyajı 24 saat sabit saxlayır və üzə parlaqlıq verir. İyi də qarpızlıdır, dadı da qarpızlıdır deyilənə görə yoxlayırıq. Bir pomp vurduq, bir dəfə vurduq. Bilirsiniz nəyi verir? Uşaq vaxtı yemişli saqqızlar alırdıq, yemişlə qarpızlı saqqızlar. Eyni onun iyini verir. Hə, qarpız iyi verir. Hissiyatı çox qəşəngdir, əvvəl onu deyim. Belə çox yumşaq bir krem kimidir. Dərim quru dəridə bilirsiniz yəqin ki, danışmışıq, hər dəfə demişəm. Dərim quru dəri olduğuna görə, yəni bu tip məhsullar məni nəmləndiricinin üzərindən çəksəm də, yəni bəziləri həqiqətən dərimi qurudur, amma bu məncə qurutmayacaq çünki çox yumşaqdır və biraz qalın, biraz daha belə dolu hiss elətdirir, onu da bilin. Bu arada bayaqkindən daha çox yapışqanlıq hissi var. Hələ qurumayıb da. İndi qurusa dəqiq bilərik. Səsinə baxın. Görürəm çıxdı səs. Belədir, baxın. Parlaqlığı var. Çox qəşəng. Ya bunu yoxlayaq, görə yapışır, yapışmır. Məncə mənim əlimin üstündə olduğuna görə yapışmırlar. Çünki dərim sümüyün üzərindədir, amma yanağımda olsa məncə yapışardı. Amma çox yapışqan hissi var, həqiqətən çox yapışqan hissi var. Bunu daha çox bəyəndim bayaqkindən. 10 dollar idi, 8 dollar, nəsə belə bir şey idi. 6 ya da 5 dollar almışam bunu, yəni 10 manata. Deyə bilərsiniz, Şiqləm məhsullarının qiyməti neçədir Azərbaycanda? Və sonuncu məhsulumuz da bu Şiqləmin ten paletidir. Göstərim. Rəngləri çox gözəl görünür, qablaşdırması çox keyfiyyətlidir. Qalın, çox daha keyfiyyətli, çox daha gözəl rəngləri var. Ən çox yoxlamaq istədiyim rəng yasəmən rəngi. Burada hamısı bu arada zərli və pigmentlidir deyilənə görə. Yasəmən rəngi. Bir də ən çox yoxlamaq istədiyim ikinci rəngi yoxlayaq. O da bu korичневый rəng. Bu rəng. Pigmentlərini də burada yoxlayaq. Oy, pigmentləri çox yaxşıdır axı. Sadəcə barmaqlarımı toxundurmuşdum. Pigmenti əladır. Bundan bir daha makiyaj videosu gəlsin. Ümid edirəm ki, videomu bəyəndiniz. Ümid edirəm ki, yoxlamaq istəyirdiniz, burada gördünüz. Nəsə almaq istəyirdiniz ya da almamaq istəyirdiniz. Tərəddüddə qalmışdınız, burada gördünüz. Sizi sevirəm. Yaxşı ki, varsınız. Like atmağı, komment yazmağı unutmayın. Gələn videoda görüşmək üzrə. Bye bye.